Salam hər kəsə. Bu gün mən sizinlə çox rahat hazırlaya biləcəyiniz feyxoa cemi və ya bişməyən feyxoa mürəbbəsi bölüşəcəyəm. Deməli, yarım kilo götürmüşəm feyxoanı, təmiz-təmiz yuyuram, başlarını kəsirəm. Əgər sevməsəniz qabığının, yəni o acı dadını nazik bir şəkildə soya da bilərsiniz. Deməli, yuyuruq, təmiz-təmiz təmizləyirik və blenderdən keçirdirəm mən. Blender olmayanlar ət çəkəndən keçirdə bilər. Rahat bir şəkildə keçirdirik. Tam cem şəklinə gəlir, əzilir. Buradan şəkər tozu istifadə olunur əsasən, yəni hər zaman. Amma bu dəfə mən bal əlavə edirəm. Şəkər tozu istifadə etməyənlər üçün məncə çox ideal variantdır. Siz də hazırlayın. Qoz ləpəsi hazır vəziyyətdə də istifadə etmək olar. Məndə qoz var idi deyə onu demək təmizlədim, içlərini. Gözə yarı hardasa 2 ovuc qədərini əlavə elədim. Qovura da bilərsiniz. Mən qovurmadan əlavə etdim və qarışdırıram. Üzərinə də bal əlavə edirəm. Hardasa 150-200 qram. O da gözə yarı əlavə edirəm. Şirinliyinə baxın feyxoanın. Belə şirindirsə az da əlavə edə bilərsiniz. Turşdursa, daha şirin olmağını istəyirsinizsə bir qədər daha artıq əlavə edə bilərsiniz. Belə qarışdırırıq, tam həll olur. Soyuducuda saxlayırıq, nuş edirik. C vitamini mənbəyidir. Siz də hazırlayın və videolarımı yaddaş atmağı unutmayın. Videolarım davamı üçün kanalıma abunə olun və like edin.